Salam əziz altıncılar. Artıq sizlə 7-ci mövzudayıq. Bugün sizə Parfiya dövlətini izah edəcəm. Amma qabaqcadan deyim ki, gələn il inşallah kanalda Azərbaycan tarixinin də mövzuları olacaq, izahları. Ona görə də kanala abunə olun ki, heç bir dərsi itirməyəsiniz. Həm də summativ izahlarına vaxtında baxa biləsiniz. Baxaq burada açar sözlərə. Parın tayfası, Arsak, 2-ci Mitridat, Kara döyüşü, Turan taktikası. Demək biz mövzuda bu sözlərə rast gələcəyik. Makedoniyalı İskəndərin ölümündən sonra onun qurduğu imperiya sərkərdələri arasında bölüşdürüldü. Makedoniyalı İskəndər eramızdan əvvəl 323-cü ildə vəfat edib. Nəyə görə sərkərdələr arasında bölüşdürülür? Çünki onun varisi olmur. Həmən sərkərdələr Makedoniyalı İskəndəri ilahiləşdirir və özlərini ona oxşatmağa çalışırdılar. Onun kimi geyinir, böyük sərkərdəni təqlid edirdilər. Belə sərkərdələrdən biri də Selevk idi. O əvvəlcə Suriyanı, daha sonra isə Babili ələ keçirdi. Beləliklə, öz adı ilə tanınan dövlətin əsasını qoymuş oldu. Baxaq, Suriya haradır? Aralıq dənizinin şərq sahilində yerləşirdi. Babil haradır? Mesopotamiyada Aşurla Babil var idi. Babil də o ərazilərdən biri idi. Ondan biz onsuz da xatırlayırıq Babilin ərazisini. Demək, Suriya ilə Babili ələ keçirdi. Selevk kəstirdiyi pulun üstünə Makedoniyalı İskəndərin şəklini döydürmüşdü. Bununla o nə etməyə çalışırdı? Özünün İskəndərin davamçısı olduğunu göstərməyə çalışırdı. Tezliklə Selevkilər hakimiyyətlərini şərqə doğru genişləndirdilər. Baxaq görək şərq, qərb haradır? Uşaqlar, şərq bu istiqamətdir, qərb isə bu istiqamətdir. Selevkilər də ərazilərini şərq istiqamətində genişləndirdilər. İndi sizə kimdən danışacağım? Parın tayfalarından. Hansı ki, Selevkilərin şərq əyalətində yaşayırdılar. Mesopotamiya 2 çay arasıdırsa, Maverain Nəhər də 2 çay arasıdır. Amma hansı çayların arası? Sırdərya və Amudərya çaylarının. Amudərya çayı heç də Xəzər dənizindən uzaqda deyil. Baxın, Xəzər dənizinə yaxındır. Həmin bu parın tayfaları Amudərya və Xəzər dənizi arasındakı ərazidə yaşayırdılar. Əsas məşğuliyyətləri maldarlıq olsa da, sonradan əkinçiliklə də məşğul olmuş və oturaq həyata keçmişdilər. İstəyirsiniz buranın böyük hissədə də baxaq. Baxın, uşaqlar, Xəzər dənizi, Amudərya çayı. Demək, parın qəbilələri bax bu ərazidə yaşayırdılar. Makedoniyalı İskəndərin imperiyasının yerində yaranan bu dövlət, Selevkilər dövləti zəiflədi. Bundan istifadə edən Parın tayfasının başçısı Arsak, eramızdan əvvəl 247-ci ildə Parfiya dövlətinin əsasını qoydu. Arşak da deyirlər ona. Bəzi qədim mənbələrdə o, İşquz və Saka mənşəli tayfalardan çıxmış biri kimi qeyd olunur. Aşur mənbələrində yadınızdadır, İsket tayfalarına İşquz deyirdilər. İşquz həm də iç oğuz mənasını verir. Arsak isə igid, sak deməkdir, igid. İlk vaxtlar dövlətin paytaxtı Nisa şəhəri idi. Lakin qərbə doğru uğurlu yürüşlərdən sonra paytaxt Ktesiyona köçürüldü. Ktesiyona da Qurt şəhəri deyirdilər. Hökmdar 2-ci Mitratın dövründə Parfiya dövləti daha da gücləndi. Artıq ölkənin sərhədləri Hindistandan Dəcə çayına qədər uzanırdı. Tezliklə Şərqi Anadolu torpaqları da ələ keçirildi. Hansı ki, Anadolu'nun ərazisində bilirsiniz. Parfiya dövlətinin öz sərhədlərini şərqə doğru genişləndirməsi Roma Respublikası ilə müharibələri qaçılmaz edirdi. Bu dövlətlər əslində 200 ildən çox müharibə aparıb. Amma bu müharibənin ən vacib döyüşlərindən biri Kara döyüşüdür. Kara adlı yerdə eramızdan əvvəl 53-cü ildə döyüş baş verir. Hətta bu döyüşdə Parfiya ordusu məşhur Turan taktikasından istifadə eləyir. Romalıları məğlub edir. Hətta Roma sərkərdəsi Kras öldürülür. Bu qələbəyə həsr olunmuş
medal zərb olunur. Parfiya-Roma rəqabəti sonrakı yüzilliklərdə də davam etdi. Lakin yaxın və orta şərq uğrunda mübarizədə tərəflərdən heç biri üstünlük əldə edə bilmədi. Turan taktikası haqqında yəqin ki məlumatınız var. Burada məğlub olurmuş kimi göstərib geri çəkilirlər. Düşmən də onlara tərəf gələndə düşməni pusqaya salırlar. İstəyirsinizsə bu taktika haqqında geniş məlumat əldə edə bilərsiniz. Böyük İpək yolunun üzərində yerləşməsi Parfiya dövlətinin dünya ticarətində vasitəçi rol oynamasına şərait yaratmışdı. Mühüm ticarət yolları buradan keçərək Romaya gedirdi. Parfiyalılar bu yolları qoruyur, ticarəti öz nəzarətlərində saxlayırdılar. Parfiya hökmdarları Atropatena və Albaniya ilə də sıx iqtisadi əlaqələr saxlayırdılar. Onlar Atropatenanın hakim sülaləsi ilə qohumluq əlaqələr də yaratmışdılar. Hətta bu dövlət bir müddət Atropatilər nəslinin nümayəndələri idarə etmişlər dövləti. Roma dövləti ilə mübarizə və daxili çəkişmələr Parfiyanı zəiflətdi. Sasan nəslindən olan Ərdəşir bundan istifadə edərək 226-cı ildə bu dövlətin varlığına son qoydu. Mən tez fikirləşirəm, Parfiya nə vaxt yaranmışdı? Eramızdan əvvəl 247-ci ildə. İndi nə vaxt süqut edir? 226. Bu dövlətin neçə il mövcud olmağını tapmaq üçün fərqli eralar olduğuna görə biz onu toplayırıq. Yəni bu dövlət 473 il, təxmini 5 əsr mövcud olub. İdarə etmə. Parfiya türk dövlət xüsusiyyətlərinə oxşar idarə etmə sisteminə malik idi. Dövlətə Parın tayfasından çıxan hökmdarlar başçılıq edirdi. Onlar Arsaq titulu daşıyırdılar. İkinci Mitridad isə Şahlar Şahı, Şahənşah titulunu qəbul etmişdi. Hakimiyyət adətən hökmdardan onun qardaşına ötürülürdü. Dövlət idarəçiliyi 7 böyük nəslin əlində cəmləşmişdi. Bu nəsillərdən biri olan Mehranilər Midiyanın şimal hissələrini də idarə etmişdilər vaxtı ilə. Parfiya ordusu sistemi tamamilə türk ordu ənənələri əsasında qurulmuşdu. Dövlətin əsas gücünü ox və nizələrlə silahlanmış atlı dəstələr təşkil edirdi. Atlı süvari deməkdir. Yüngül silahlanmış süvarilər at üstündə çox sərrast ox atır, döyüşün əvvəlində düşmənə ağır tələfat verirdilər. Sonra isə ağır zirehli atlı dəstələr döyüşə girirdilər. Onları cinahlardan süvari oxçular qoruyurdu. Atlı qoşunlar onluq, yüzlük, minlik kimi dəstələrə bölünürdü. Ona görə biz deyirik ki, türk ənənəsi var idi bu orduda. Parfiya mədəniyyəti. Parfiya dövləti qədim İşquz, İskit, Əhəməni və qismən Yunan ənənələri üzərində qurulmuşdu. Çünki bu dövlət geniş əraziləri əhatə edirdi və bu dövlətdə müxtəlif xalqlar yaşayırdı. Ona görə də mədəniyyət də fərqli idi. Makedoniyalı İskəndəri zamanından burada Yunanlar da yaşayırdılar. Təsadüfi deyil ki, Parfiya pulları üzərində də Yunan yazılarına rast gəlinir. Nə istəyirdilər Parfiya hökmdarları? Bununla, orada Yunan yazılarını həkk elətdirməklə Parfiya hökmdarları hakimiyyətlərinin İskəndərdən gəldiyini göstərməyə çalışırdılar. Həmçinin ölkədə həm yazıya, həm inanclara İran təsirləri də güclü idi. Görürsünüz nə qədər fərqlidir. Yunan mədəniyyəti var, türk mədəniyyəti var, hətta mədəniyyətə İran təsirləri də var. Bəzi Parfiya hökmdarları öz şəcərələrini, nəsil nəzərdə tutulur burada, Əhəməni taxtına da bağlayırdılar. Bu addım da hökmdar hakimiyyətini möhkəmləndirmək niyyətindən irəli gəlirdi. Parfiyada müxtəlif dinlər yayılmışdı. Əhalinin bir hissəsi tanrıçılığa sitayiş edirdi. Bir hissəsi zərdüştlük dininə sitayiş edirdi. Parfiya hökmdarları Hunlar kimi Qut inancına sahib idilər. Yəni göy tanrı dininə. Bu inanca görə tanrı onlara hakimiyyəti günəş və ay vasitəsilə verirdi. Buna görə ölkədə günəş, ay, su, od müqəddəs sayılırdı. Parfiya ailesi zərdüşt dininə də sitayiş edirdi. Gəlin xronologiyanı təkrarlayaq.
Parfiya dövləti yarandı eramızdan əvvəl 247. Kara döyüşü baş verdi eramızdan əvvəl 53. Parfiya dövləti süqut etdi. Yerində Sasanilər dövləti yarandı 226. Uşaqlar, ümid edirəm ki, mövzu sizə tam aydın oldu. Bu birinci yarım ilin ümumi tarixdən son mövzusudur. Nəsə sualınız olsa yaza bilərsiniz. Gələn dərslərdə görüşərik.